Herkese salam dostlar, kanalıma videoma xoş gəldiniz. Videoyu keçməmişdən və kanalda üstə olmaq üçün dostlar 300 abunəyə cəmi 2 abunə qalıb. Sizdən xahişim kanala abunə olasınız. Abunə olduqdan sonra videomu bəyəndiysə like atasınız. Həmçinin Telegram kanalımızın linkini şərhlərdə paylaşdım. Burada həm pul qazanırıq, həm də öyrənirik, öyrədirik dostlar. Bunu birlikdə edirik. Siz də Telegram kanalımıza gedə bilərsiniz. Linki şərhlərdə olacaq. Gördüyünüz kimi dünən XRP kriptovalyutasından 10% qazanmışıq. Bugün qazancımız hələ də davam edir. Hal-hazırda səhv eləmirəmsə 15-16% qazancdayıq ümumi olaraq. Demirəm XRP kriptovalyutası indi alın. Söhbət bundan getmir. Söhbət alış etdiyim kriptovalyuta və yaxud səhmlərin pul qazandırmasının sübutundan gedir. Həmçinin VIP qrupumuz da var. Kanala girib baxa bilərsiniz. Deməli, linki şərhlərdə olacaq. Bugünkü videoda dostlar Telegram kanalında bir qrup üzvümüz istədi ki, Binance-da deməli necə asan yolla, necə az komissiya ilə kriptovalyuta almaq, yatırım etmək necə olur? Bugün bunu sizlərə göstərəcəm dostlar. İlk öncə gəlin daxil olaq deməli Binance-ımıza. Gördüyünüz kimi Binance hesabıdır. Buradakı kriptovalyutaları almayın. Bunlar bu məsələn bu Prof, Lang, La və yaxud Era falan, Sahara bunlar hər biri BNB-dən deməli gələn bonuslar kimidir. Yəni bonuslardır bunlar əsasən. BNB saxladığıma görə bunlar hədiyyə olunublar yəni. Belə bir kampaniyalar falan olur Binance-da. Mining və s. belə bir sistemləri var. Yəni BNB saxlayanda, BNB-ni earn bölməsində saxlayanda bunları verə bilir dostlar. Nəysə, bugünkü mövzumuz bu deyil. Bugünkü mövzumuz necə az komissiya ilə yatırım eləmək olar dostlar. Az komissiya ilə necə yatırım eləmək olar? Deməli, ilk öncə dostlar bir neçə deməli yatırım üsulu var Binance-da. Deməli, pay-to-pay var və yaxud kartla alış etmək olar var və bir neçə və yaxud USDT qəbul etmək var. Yəni bir tanışımızdan mı olsun və yaxud bir Telegramda və s. alıb USDT qəbul etmək. Yəni bir çox yolu var. Amma bugün sizlərə ən ucuz komissiya verəcəyiniz valyutada hələ indiki dollar Azərbaycan manatı valyutasından alış eləyəcəyik. Necə eləyəcəyik bunu dostlar? İlk öncə biz nə etməliyik? Deməli, AZN yatırmalıyıq. Burada depozit AZN-ə vururuq. Depozit AZN M10 seçirik dostlar. Burada bəzi məlumatlar və var. M10 seçirik. M10-da continue vururuq, davam edə vururuq. Minimum dostlar, deməli nə qədər eləyə bilərik? Məsələn, nə qədər göstərir? Minimum 1 manat 50 qəpik dostlar. Gördüyünüz kimi pay-to-pay-də bu qədər yatırım eləmək olmur. Minimum pay-to-pay-də səhv etmirəmsə 40 AZN olmalıdır. Amma burada 1 manat 50 qəpikdən 84 min manata qədər yatırım eləmək olur dostlar. Və məsələn 2 manat eləsə, gördüyünüz kimi komissiya cəmi 2 qəpik məsəl üçün. Və yaxud bunu 200 manat eləyək. Komissiya 2 manat. Gördüyünüz kimi çox aşağı komissiyalarla yatırım eləyə bilirik. 20 manat, 2000 manata. Yəni bunu siz pay-to-pay-də eləsəniz, birincisi sizi valyuta məzənnəsi vuracaq. Yəni insanlar təbii olaraq pay-to-pay-də pul qazanmaq üçün dollar və yaxud USDT, AZN satırlar. Yəni bunu valyutadan pul qazanmaq üçün, arbitraj üçün edirlər dostlar. Arbitraj sistemi bildiyiniz üzrə valyutanı ucuzdan almaq, bahadan satmaqdır. Yəni bu sistem. Yəni bunu pul qazanmaq üçün alırlar. Ona görə də sizlərə hər iki mərhələdə zərər vururlar. Həmçinin Binance-ın öz komissiyası da var ki, pay-to-pay-də 30 sentdir, 40 sentdir belə bir şey, yəni komissiyası da var. Amma burada M10-la birbaşa AZN yatırım edəndə gördüyünüz kimi çox aşağı məbləğlərdə deməli komissiya ödəyirsiniz. Bunu yazsanız, məsələn 555 manat. İlk öncə dostlar bu M10-u deməli siz bu Binance-da qeyd eləməlisiniz dostlar. Cüzdanlar bölümündə qeyd eləməlisiniz. Bu gəlin burada baxaq. Sizlərə göstərim cüzdanlar bölümündə necə bunu qeyd eləmək olar. Deməli burada pay-to-pay-dən səhv etmirəmsə daxil olmalıyıq. Bir dəqiqə sizlərə bunu göstərəcəm. Ondan sonra davam eləyərik. Burada payment, bəli, payment bölümü var dostlar, payment bölümü. Gördüyünüz kimi M10-dur, Leobankdır, yəni bunları siz qeyd eləməlisiniz. Bu M10-da deməli yatırım eləyəndə siz, daha doğrusu bu AZN yatıranda səhv etmirəmsə dostlar, dəqiq yadımda qalmayıb, amma səhv etmirəmsə özü sizə deyəcək. Böyük ehtimal elə olacaq. Olmasa mənim dediyim, göstərdiyim yerdən daxil olub əlavə edə bilərsiniz. Bu M10 install səhv eləmirəmsə bu olmalıdır elə. Burada gördüyünüz kimi məsələn 40 AZN continue vurduq. AZN-ə vurduq 40 AZN continue. Bunu vurandan sonra sizləri M10-a yönləndirir. Məsələn, kompüterdadırsa, notebookdadırsa, Macbookdadırsa siz bunu M10-dan QR kodla tarayıb ödəniş eləyə bilirsiniz. Və yaxud telefondadırsa avtomatik zaten M10-a yönləndirir, təsdiq edirsiniz. Və salam, 40 AZN-i köçürdük. İndi deyirsiniz ki, 40 AZN-i köçürdük. İndi necə yatırım eləyək? 40 AZN-i köçürdəndən sonra pul spot balansa oturacaq dostlar. Spot, yəni cari balansa oturacaq. Cari balansı AZN-i təbii olaraq marketdə, yəni bu Binance-ın öz marketində kriptovalyuta dəyişmək olmur. Amma necə dəyişə bilərik? Burada deməli dostlar, buy with AZN
burada bölümü var. İndi Azərbaycanca da manatla al deməkdir də, yəni belə eləyə bilərsiniz. Bunu necə eləyəcəksiniz dostlar? Burada deməli gəlirsiniz bura, buradakı bölümü var, payment metodu. Bura gəlirsiniz. Burada AZN balans var dostlar. Siz AZN yatırandan sonra sizin AZN balansınızda pul olacaq. Yəni spotda olacaq AZN fiyat deməli bölümü və burada AZN balansınızda nə qədər yatırmısınız, o qədər pul olacaq. Ondan da sonra siz deməli burada vuracaqsınız AZN balansı, burada nə qədər miqdar var AZN balansı onu yazacaqsınız və buy USDT vuracaqsınız. Nəticədə USDT alacaqsınız dostlar. Və sonra bu USDT də spota düşəcək. Spotdan sonra girirsiniz marketə, hansı kriptovalyutanı ürəyiniz istəyir ala bilərsiniz. Yəni indi mən sizə yatırım məsləhəti vermək istəmirəm. Məsəl üçün Bitcoin ala bilərsiniz, Ethereum ala bilərsiniz. Yəni qısaca belə deyim də, ən böyük iki kriptovalyuta məsəl üçün. Və yaxud kanalımızda başqa tövsiyə etdiyimiz Tron var idi, məsəl üçün Solana var idi. Yəni kanalımızı izləsəniz, Telegram kanalıma gəlsəniz, görərsiniz ki, hansı kriptovalyutalara yatırım edir, hansı səhmlərə yatırım edir. Bu qədər dostlar. Yəni 40 qəpiyə, 40 qəpik komissiyaya, 40 qəpik demək, yəni çox cüzi bir komissiyadır. Məsələn, 40 manatlıq alsanız 40 qəpik verəcəksiniz. 400 manatlıq alsanız 4 manat komissiya verəcəksiniz. Amma P2P-də bu valyuta və s. çıxıb toplasaq 10 manatdan daha çox komissiya ödəyirsiniz. Və asan yol təbii ki, qarşı tərəf yoxdur. M10 da təkcə qarşı tərəf. Öz M10 balansınızdır və öz Binance hesabınızdır. Bu qədər. Bugünlük bu qədər dostlar. Videomu bəyəndinizsə like ata bilərsiniz. Həmçinin kanala bəyəndinizsə abunə ola bilərsiniz. Sualınız olarsa şərhlərdə yaza bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşəndə.